O qədər dediniz ki, 100 min kilometrdə motoru dağılır, karıbkası vurur, batareyaları şişir. Biz də sizə hətta 100 mini keçmiş bir BYD tapdıq. Avtomobilin sahibi Nurlan bəy də yanımızdadır. Odur ki, bu videoda sizlərə maraqlı olan bütün sualları Nurlan bəy ilə birlikdə cavablandıracağıq. Elə ilk sualdan başlayalım Nurlan bəy. Avtomobili nə vaxt almısınız və nə qədər müddətdir ki sürürsünüz? Avtomobili 2024-cü ilin sentyabr ayından almışam mən bunu. Bir ildən çoxdur ki, mən dedim, mən idarə edirəm. Və hamını maraqlandıran o sual. Yanacaq sərfiyyatı nə qədərdir? Həm şəhərçi, həm də magistralda. Yanacaq sərfiyyatı 3,5 litrdir. Maksada 4-5 litr arası dəyişir. Ümumiyyətlə 100 min gedib də bu avtomobil. Bu müddət ərzində dəyişdiyiniz hansısa bir detal və yaxud da sıxıntınız olubmu? 100 mindən hətta artıq gedib, 110 min gedib həmin avtomobil. Bu avtomobildə hələ indiyənə kimi heç bir detal dəyişikliyi olunmuyor. Hətta əyləc qəlbini belə dəyişməmişəm. Gəlin salona keçək, real olaraq sizə yürüyüşü göstərim. Suallarımıza da salondan davam eləyək. Mən istəyərdim real olaraq yürüyüşü göstərək. 110.204. Nurlan bəy, batareya performansı haqqında soruşmaq istəyirəm. Mənzil əvvəlkinə nisbətdə dəyişibmi? Batareyalarda heç bir dəyişiklik olmur. Bu hava şəraiti ilə əlaqədar olur. 60-70 kilometr yay aylarında olur. 50-55 kilometrdə qış aylarında dəyişir. O qədər müddətli Nurlan bəy BYD sürürsünüz. Növbəti BYD-ni almağı fikirləşərsinizmi? Mən sizə daha da artığını deyim. Biz hətta ikinci BYD-mizi də almışıq. Hətta. Bəs BYD almaq istəyənlərə tövsiyəniz nə olar? BYD almaq istəyənlərə tövsiyəm odur ki, əgər almaq istəyirlərsə düşünmədən BYD ala bilərlər. Çox möhtəşəm. Avtomobil sahibi real təcrübələrinə əsaslanaraq bizim suallarımızı cavablandırdı. Əgər BYD ilə bağlı sizin də hansısa suallarınız varsa, şərhlər bölməsində qeyd eləyin, çünki növbəti video sizin suallarınızı cavablandıracaq. Və əgər siz BYD sahibisinizsə, öz təcrübələrinizi də bizimlə bölüşə bilərsiniz.